Qoç, günün birinci yarısını şən keçirin. Bu zaman kəsiyi işgüzar danışıqların aparılmasına və yeni işlərə başlamaq üçün əlverişsizdir. Getdikcə işgüzar aktivliyiniz artacaq. Axşama doğru iş görmək həvəsiniz çoxalacaq. Gözlənilməz görüşlər ola bilər. Romantik görüş üçün günün ikinci yarısı münasibdir. Buğa, vacib işlərdə uğur qazanacaqsınız, ancaq xırda uğursuzluqlar da gözlənilir. Boş söhbətlərə vaxt ayırmayın, sizin daha vacib işləriniz var. Müttəfiqlərin yardımına ehtiyacınız olacaq, əyləncəyə də vaxt ayıra bilərsiniz. İşgüzar danışıqlara tək getməyiniz məsləhət deyil. Əkizlər, işdə diqqətinizi toplamaq çətin olacaq. Ətrafda baş verənlərə sakit baxa bilməyəcəksiniz. Təkcə həmkarlarla deyil, ailə üzvlərinizlə də aranızda problemlər yaşanacaq. Maliyyə tərəfdən gün uğursuzdur, gözlədiyiniz məbləğin gəlişi gecikir. Xərçəng, problemləri həll etmək üçün yeni üsullara əl atacaqsınız. Yeni müttəfiq tapmaq üçün də münasib gündür. Bu vəziyyət yarınızın qısqanmasına səbəb olacaq. Bürcün tənha nümayəndələrini isə maraqlı görüş gözləyəcək. Şir, günün hadisələrinə kəskin reaksiya verəcəksiniz. Darıxdırıcı işlərlə məşğul olmayın. Yaxın ətrafınızla yaxşı dil tapacaqsınız. Yaşlı qohumlarla ünsiyyətdən zövq alacaqsınız. Ailə mərasimlərinin təşkili üçün də münasib gündür. Qız, daşınmaz əmlakla bağlı sövdələşmələr aparmaq olar. Ev işləri vaxtınızın çox hissəsini alacaq və bu işlər sizə həmişəkindən darıxdırıcı görünəcək. Məişət texnikasının sınmaq ehtimalı da var. Gələcəklə bağlı planlar qura bilərsiniz. Tərəzi, işdə uğurlar gözlənilir. Ara sıra xırda problemlər yaranacaq. Ancaq onları müttəfiqlərinizin yardımı ilə aradan qaldıracaqsınız. Biznes işlərində investisiya yatırımı, texniki avadanlıq almaq üçün münasib gündür. Yaxşı olar ki, istirahət üçün evinizi seçəsiniz. Əqrəb, bugün maraq göstərdiyiniz işlərlə məşğul olmağınız məsləhət görülür. Bu işləri tamamlamaq sizin üçün asan olacaq. İşdə müdiriyyət və ya həmkarlarla mübahisə etməyin. Maraqlı tanışlıq, romantik əyləncə də istisna deyil. Ehtimal ki, ya gəliriniz olacaq, ya da qiymətli hədiyyə alacaqsınız. Oxatan, vacib məsələlərin həlli üçün əla gündür. İşdə nüfuzunuz yüksələcək. Bircə təşəbbüs kifayət edər ki, siz karyera pilləsində irəliyə gedəsiniz. Romantik və dostluq görüşləri baxımından da uğurlu gündür. Bugün parlamaq eşqinə düşəcəksiniz və bu sizdə alınacaq. Oğlaq, seminar və konferanslarda iştirak etmək, işgüzar danışıqlar aparmaq üçün münasib gün deyil. Heç də xoş olmayan xəbər alacağınız gözlənilir. İnformasiyanın doğru olub-olmadığını dəqiqləşdirin. Qohumlarla aranızda xırda məsələlər üstündə mübahisə yaşanacaq. Dolça, bugün hamı sizdən gen gəzəcək. Eksperimentlər aparmayın. Gün maliyyə baxımından da əlverişli deyil. Bu səbəbdən yalnız planlaşdırılmış alış-veriş edin. Ailədə fikir ayrılığı ola bilər. Balıqlar, bugün problemlərinizi təklikdə həll etmək istəyəcəksiniz. Rəhbərliyin tələbi çox olacaq, amma mükafat vəd etməyəcək. Buna baxmayaraq zəhmətiniz hədər getməyəcək. Axşam saatlarında xoş xəbər alacaqsınız. Gəlirinizin olacağı da gözlənilir.